Mən bu günlərim Aysellə günlük rutinimi paylaşmaq istəyirəm. Yo, özüm çəkirəm. Deməli, mən hər gün yuxudan dururam. Saat 6-da, 7-nin yarısında Ayseli məktəbə yola salıram. Sonra məktəbdən gələnə qədər də onun sevdiyi yeməkləri hazırlayıram. Məktəbdən çıxanda zəng eləyir və hər gün Ayselə süfrə açıram. Hər gün şirniyyatı mütləq ballı tortu özüm hazırlayıram. Deyəndə Aysel çəkə bilmirəm. Və biz yemək yedikdən sonra Ayselə hər gün vannanı doldururam, banyo eləyir dustasında. Aysel bəs də çəkə bilmirəm, nə qızım o. Sonra bizim kino saatlarımız olur. Sonra kino saatlarından sonra özümü çəkə bilmirəm Aysel. Kino saatlarından sonra biz axşam saat 5-də, 6-da mən ümumiyyətlə Ayseli qoyub işə zada getmirəm. Gedirəm elə bir ki Ayselin ən sevdiyi soyuq əllər istürəklərdir. Hər gün demək olar ki biz gedirik ora. Nə qədər pul xərcləyirəm? 100-150 manat pul xərcləyirəm sənə. Oradan çıxıb gəlirik evə və hər gün demək olar ki Aysellə coffee shop'a gedirik. Yox, mən rəsm çəkəməyəcəm. Sonra Aysel ən çox sevdiyi mollara getməkdir. Biz AVM-dir, mollara gedirik. Məsələn, bir gün Dəniz Mola aparıram, bir gün Ambram Mola aparıram. Bəsdir də Aysel, çəkə bilmirəm. Mən Ayselsiz tək çəkəcəm bunu.